Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecmain. Allah'a hamdolsun. 10 sonuncu Peygamberi Muhammed sallallahu aleyhi ve selleme Allah'ın salamı olsun, salavatı olsun. Onun yolun düzgün şekilde tutup gedenlere Allah'ın salamı olsun. Kardeşlerim, ilk önce hamımızı Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ve esas gez oturduğumuza göre düşündüm ki imanı artıran məsələlərdən danışaq. Çünki hədislərdə keçir ki, iman paltar kimidir, köhnəlir. Ona sələflər deyirdilər ki, iman əynünüzə geyindiyiniz paltar kimidir. Köhnələndə necə onu təzəliyirsiniz, imanınızı da o cür təzəliyin. Yəni, nəsiyyətləşin bir-birinizlə, cənnətdən, cəhənnəmdən, Allah Taalanı xatırladacaq mövzulardan danışın, iman artsın. Yoxsa insan düşür qəflətə, unudur, yaddan çıxardır, artıq ibadətlər ona vərdiş kimi gəlir. Sanki boynunda bir dənə yük kimidir, gedir boynundan atır, sonra rahatlaşır və belə gəlir. Əslində biz ibadətləri sevə-sevə, davamiyyətli şəkildə, bu ibadət qutardı, qurtuldum, yox. Əlhəmdülillah bu ibadəti eləyib, daha başqa ibadətlər, bu ibadətdən digər ibadətə keçid, zikirdən Qurana, Quran-Kərimdən oruca, orucdan namaza və insanın həyatı bax bu cür əslində bu cür davam eləməlidir. Bu cür olacaqsa əlhəmdülillah umulur ki, o insan qurtulsun, Allah Taala qatında uzaq məqamlarda olsun. Və qardaşlarım, imanı artıran ən böyük səbəblərdən biri Quran-Kərimdir. Quran-Kərimi çoxlu oxumaq, Quran-Kərimi oxuyub tədəbbür eləmək, mənasını başa düşmək bu mütləqdir. Və buna ən gözəl nail olmaq olar, Quran-Kərimi oxuyub onun tərcüməsini oxumaq və təfsirinə baxmaq. Bugün inşallah istədim Zəlzələ surəsinə toxunaq. Quran-Kərimdə axırıncı cüzdə olan kiçik bir surədir, lakin böyük mənaları var. İmam Sə'di rahiməhullah Zəlzələ surəsinə təfsir verib, İzə zulzilətil ardu zilzələhə, yer üzərində böyük bir, dəhşətli bir zəlzələ baş verəcək. Yer elə bir şəkildə silkələnəcək ki, bundan əvvəl bəşəriyyət heç vaxt belə bir zəlzələ görməyib. Bu adi bir zəlzələ deyil. Dünyada insanların gördüyü o xırda 3 bal, 5 bal, 7, 8 bal bir yerdə baş verməyi ilə həmin yerin ətrafının dağılması kimi deyil. Qiyamət günün zəlzələsi çox dəhşətli bir zəlzələ olacaq və bunu hər bir insan gözü ilə görəcək, hansı insanlar ki, həmin günə təsadüf eləyəcək. Və bu hər yerdə baş verəcək. İmam Sə'di rahiməhullah buyurur ki, qiyamət günü baş verəcək ümumi sarsıntıdır bu. Yer bütünlüklə titrəyəcək, dağlar yerindən qopacaq, bütün dikillər dağılacaq, dənizlər daşacaq və dünya indiki nizamını tamamilə etirəcək. Və insana Allah Taala göstərir ki, sənin tikdiyin o evlər, böyük qəsrlər, o ərazilər heç biri əbədi deyil. Heç biri əbədi deyil, Allah Taala hamısını alacaq. Bir dənə silkələnmə ilə hamısı yoxa çıxacaq. Və həmçinin böyük ibrətlər var möminlər üçün bu ayədə ki, o dünyaya bağlanmamalıdır. Çünki dünya sabit deyil, dünya dəyişkəndir. Sabit olan yalnız axirət yurdudur. Həmçinin sələflər deyirdilər ki, qiyaməti çox xatırlayan insanın, o insana dünya müsibətləri kiçik gələr. Həmçinin qardaşlarım, bu ayə Allah Taala'nın qüdrətini göstərir. İnsan yer üzərində yaşayır, onu möhkəm hesab eləyir. Lakin Allah Taala yerə bir dənə əmr eləyəndə yer beşik kimi yellənəcək. Üzərində nə var? Hər şey darmadağın olacaq. Sonra Allah Taala 2-ci ayədə buyurur ki, və axracatil ardu əthqaləhə, və yer öz ağırlıqlarını bayıra çıxardacaq. İmam Sə'di rahiməhullah buyurur ki, bu yerin içində olan bütün ağırlıqlardır. Bura daxildir bütün ölülər, qəbirdə olan bütün insanlar, yerin gizlətdiyi hər bir şey, yerin altında olan xəzinələr, yerin altında olan sirlər, o insanlar ki, məzlumcasına öldürülüb və sir kimi torpağın altında qalıb, o insanlar ki, onların malları qəsb olunub, sir kimi torpağın altında qalıb, Allah Taala buyurur ki, yer öz yükünü atacaq. Nə varsa hamısını Allah Taala çıxardacaq. Və həmçinin qardaşlar, İbn Məsud radiyallahu anhu buyurur ki, insan hər gün, yəni insan bu ayəni eşitəndə təsirlənməlidir və fikirləşməlidir ki, o hər gün bir addım qəbrə doğru gedir. Hər günün ömründən bir addım qəbrə doğru gedir.
Sonra Allah Teala buyurur ki: "Və qalel insanu ma laha." İnsan qiyamətin dəhşətini görəcək. Görəcək ki, zəlzələ, yer sirkələnir, dənizlər daşır, dağlar toza dönür. Və deyəcək ki, insan, nə olub görəsən bu yerə? İmam Səd Rəhməhullah buyurur ki, bu insanın qorxusundan ifadə etdiyi bir dənə kəlmədir. Qorxudan ifadə edəcək, gözü bərəlib çıxacaq. Sası ağaracaq, başı ağaracaq həmin anda qiyamətin dəhşətini görəndə. Və deyəcək ki, nə olub görəsən bu yerə? Kimdə nə xəbər var? Kim bilir ki, nə olub, nə baş verib? Dəhşət sizdə insanlar sağa sola qaçacaq. Yevmə izin tuhaddisu əxbaraha. Həmin gün yer öz xəbərlərini danışacaq. Qardaşlarım, sələflər, sahabilər bu ayəni oxuyanda tədəbbür edirdilər, fikirləşirdilər. Sələflərdən eləsi olurdu ki, bu ayəni oxuyub keçə bilmirdi, ağlayırdı, tədəbbür edirdi. Yevmə izin tuhaddisu əxbaraha. Həmin gün yer öz xəbərlərini danışacaq. İmam Səd Rəhməhullah buyurur ki, Allah xəbər verir ki, qiyamət günü yer danışacaq. Allah yerə danışmaq qabiliyyətini verəcək və yer özünün üzərində baş verən hadisələr haqqında xəbər verəcək. İnsan harada namaz qılıb, harada səcdə eləyib, harada sədəqə verib, harada Quran-Kərim oxuyub, harada günah eləyib, harada zina eləyib, harada qeybət, oğurluq eləyib, yalan danışıb, zülm eləyib. Yer bunların hamısını xəbər verəcək. Çünki yer şahiddir. Bu baş verən hadisələr hamısı yerin üzərində olub. Bugün insan düşünür ki, etdiyi əməlləri heç kim görmür. İnsan bəzən təkliyə çəkilir. Otağında elə bilir ki, heç kim onu görmür. Gizlin təklikdə haradasa olur, fikirləşir ki, heç kim onu görmür. Lakin Allah Teala hər şeyi bilir. Və üstəlik, insanın əleyhinə qiyamət günü şahidlər olacaq. Onlardan biri də yerdir. Və Allah, Muhammed sallallahu aleyhi ve sellem bu ayənin təfsiri haqqında buyurur ki, yer öz xəbərləri haqqında danışacaq. Ayəsinin nə olduğunu bilirsinizmi? Sahabələr deyirlər ki, Allah və Resulü daha gözəl bilir. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, onun xəbərləri, yəni yerin xəbərləri budur ki, hər bir kişi və qadının yer üzərində etdiyi əməlləri var. Yer o əməllərə şahidlik edəcək. Filan kəs filan gündə, ya Rabbi, filan kəs filan gündə mənim üstümdə filan şey etdi. El-yevmə nəxtimu alə əfvahihim və tükəllimunə əydihim və təşhədu arculuhum bimə kənu yəksibun deyir Allah Teala. Allah Teala buyurur ki, biz onların qiyamət günü ağızlarını möhürləyəcək, danışa bilməyəcək. Onların əlləri danışacaq, əlləri şahidlik eləyəcək və əyaqları şahidlik eləyəcək etdiyi əməlləri barəsində. Və həmçinin qiyamət günü, qardaşlarım, səcdə etdiyimiz o yerlər, ibadətlədiyimiz o yerlər, məscidlər, evlər və digər yerlər. Ona görə namazın vaxtı harada gəldi, qorxma, utanma, çəkinmə, gecikdirmə namazın vaxtını, fikirləşmə ki, mənə baxırlar. Qadın keçir, qız keçir, nə bilim filan, birdən deyərlər ki, buna bax. Fikirləşmə, namazın vaxtı gəlibsə, əgər vaxt giribsə, əgər çatacağın o namazgaha fikirləşirsən ki, namazın vaxtı çıxacaq, qıl namazı. Bizim ümmətin Muhammed sallallahu aleyhi ve sellem'in üstünlüklərindən biri də odur ki, yer üzü Muhammed sallallahu aleyhi ve sellem'e səcdəgah Allah Teala qılıb. Namazın vaxtı gəldi, harada olsa namazı qılmalısan, bıraxmamalısan. Və vallahi yer qiyamət günü sənə şahidlik eləyəcək. Ona görə sələflərdən bəziləri xeyir əməllərin tək bir yerdə eləmirdilər, gəzirdilər, hərdən orada qılırdılar, hərdən başqa yerdə qılırdılar. Və bu ayəyə görə ki, qiyamət günü bu yerlər bizə şahidlik eləsin. Və həmçinin qardaşlarım, sonra Allah Teala buyurur ki, Zəlzələ surəsində Yevmə izin yasdurun nəsu əştətən liyurav ə'mələhum. O gün insanlar etdikləri əməllər onlara göstərilsin deyə dəstə-dəstə çıxacaqlar qəbirlərindən. Qiyamət günü bütün insanlar qəbirlərdən qalxacaq, Allahın huzuruna toplanacaqlar. Onlar müxtəlif dəstələr halında olacaq. Möminlər möminlərlə olacaq, kafirlər kafirlərlə olacaq, asilər asilərlə olacaq. Əgər sən də xeyir əhli ilə bir yerdə olmaq istəyirsənsə, bu dünyada xeyir əhli ilə bir yerdə ol. İmam Səd Rəhməhullah buyurur ki, insanların toplanmasının məqsədi əməllərinin qarşılığını almaqdır, mükafatını almaqdır. Hər bir insana qiyamət günü dünyada etdiyi yaxşı və pis əməllər göstəriləcək. Sonra o əməllərə uyğun onlara hökm veriləcək və heç kimə zülm edilməyəcək. Allah Teala hər kəsə öz mükafatını verəcək. Sonra buyurur ki, Allah Teala fəmən ya'məl mithqalə zərratin xayran yara. Kim zərrə qədər xeyir bir iş görübsə,
onu görəcək. Onun xeyrini görəcək. Zərrə qədər bir dənə xeyir, qardaşlarım, sənin ağlığa gəlməyən o zərrə xeyir var ha. Hansı ki, savab iş görmüşdün, o addımı atmışdın. Heç fikirləşməmişdin ki, buna görə Allah mənə mükafat verər və onu qiyamət günü qarşında tapacaqsan. İmam Sa'd rahmehullah buyurur ki, insan etdiyi ən kiçik yaxşılığı belə qiyamət günü öz qarşısında görəcək. Bəzən deyir, insan bir xeyir əməlini kiçik hesab edə bilər. Lakin Allah yanında həmin əməl savabdır, böyüdür. Buna görə mömin heç bir yaxşılığı kiçik görməməlidir. Gözəl söz, sədəqə, valideynə yaxşılıq, müsəlmana bir dənə təbəssüm, yetimin, fağırın başına bir dənə sığal belə olsa çək yenə. Və bunu kiçik görmə. Fikirləşmə ki, bunlar hesablanmır. Hamısı hesaba girir, hamısı. Sonra Allah Teala buyurur ki, وَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ شَرًّا يَرَى. Kim zərrə qədər pis bir iş görəcəksə, qiyamət günü onun qarşısına gələcək. Və zərrə haqqında qardaşlar, alimlər deyirlər ki, o zərrə bəzən gün şüası düşəndə o havada uçuşan, çəkisi olmayan o toz dənəcikləri var ha, çəkisi olmadığına görə havada qalır, yerə düşmür. Alimlər deyirlər ki, buradakı zərrə odur. Həm yaxşılıqda o zərrə, həm də pislikdə o zərrə qiyamət günü Allah Teala çıxardacaq qarşıya. Necə ki, yaxşı əməllərdə o zərrə unudulmadı, eləcə də pis əməllərdə də hesaba alınır. İnsan kiçik hesab etdiyi günahları belə yüngül görməməlidir. Əgər insan həqiqi, səmimi tövbə etməsə, etdiyi günahın qarşılığını görəcək. Buna görə mömin daim nəfsini hesaba çəkməlidir və günahlarından uzaqlaşmalıdır və Allah Teala'dan bağışlanma diləməlidir. Bu ayə haqqında İbn Kəsir rahimehullah buyurur ki, Allah Teala'nın tam və mükəmməl ədalətindən biridir ki, böyük və ya kiçik heç bir əməl gizli qalmayacaq. Həmçinin Təbəri rahimehullah bu ayə haqqında buyurur ki, insanlar qiyamət günü əməllərinə görə müxtəlif dəstələrin içində olacaqlar. Hər kəs öz əməlinin nəticəsini görəcək. Və qardaşlarım, bu surə Zəlzələ surəsi ibrətlərlə dolu olan bir surədir. Biz sadəcə çox qısa toxunduq Zəlzələ surəsinə. İmam Sa'di, Allah ona rəhmətləsin, bilirsiniz, elə də qədim alimlərdən deyir, Şeyx İbn Hüseymin rahimehullahın müəllimidir, şeyxlərindəndir. Təqribən Şeyx İbn Hüseymin vəfat edib 99-2000-ci ildə təqribən İmam Sa'di rahimehullah onun müəllimlərindəndir, həmçinin təfsir alimlərindəndir, böyük alimlərdəndir. Allah onlara rəhmətləsin. Allahdan istəyirəm, Allah Teala bizi eşitib faydalanlardan eləsin. Həmçinin Allah Teala bizi bu ayələri gözəl şəkildə başa düşüb, xeyirləri götürüb, şərlərdən çəkinməyə Allah Teala bizə müvəffəq eləsin. Allah Teala daim bizi Quran və sünnə üzərində eləsin. Sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin.